Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə mayın 17-sində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-sından 17-sinə keçən gecə bəzi yerlərdə qısa müddətli yağış və şimşək ehtimalı var. Şimal-qərb küləyi gündüz mülayim, cənub-şərq küləyi ilə əvəz olunacaq. Temperatur gecə 13-16, gündüz 19-24 dərəcə isti, atmosfer təzyiqi isə 763 mm civə sütunu olacaq. Naxçıvanda axşama doğru bəzi yerlərdə arabir yağış ehtimalı var. Temperatur 13-15 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında sabah yağıntı gözlənilmir, lakin gecə və səhər bəzi dağlıq rayonlarda qısa müddətli yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Temperatur gecə 13-16, gündüz 22-27, dağlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.